Salam, sabahınız xeyirli olsun hörmətli izləyicilər. İyun ayının 16-sında möhtəşəm bir mənzərə qarşısındayım. İzləyicilərimizdən çoxsu bilir bura haradır. Kollu ərazisinin yalı, Kollunun yalı da deyə bilərik. Qarşıda da Əsrəz kəndi, ondan yuxarı Gəmiqaya silsiləsi. Səpiş mələməsi səsi gəldi. Baxıram aşağıda palanlı bir eşək var. Yanında quzu, səpişlər də o tərəfə daşa getmişmiş ki, çobanın ya da ki sahibi qaytarıb gətirir. Biz kəndindən gəlmiş olacaq bura quzu. Əsrəz çox uzaqdır. Bura gəlməsi üçün də gərək biçənəklərdən keçə. Ortada neytral bir ərazi yoxdur. Ya gərək Kolludan yuxarı o daşların qoyunu ilə dolama gələ burada. Elə gəlməsi üçün də 2 saatlıq lazımdır. Səhər-səhər gəlib çata bilməz bura. Yollar quruyub. Dünən də biraz yağış yağdı. Nə fayda? Kasımın təndiri qızanda kündəsi qutarar. Bizim də işimiz bitir. Yolu indi düzəltməyə başlayırlar. Güya da düzəldirlər. Sökəklərə bir-iki torpaq döymək yolu düzəltməkdir. Yəni yörədə şəhliyotuya bənzəyən gözəl çiçəklər açıb. Ancaq şəhliyotu deyil. Keçən il də açmışdı, ancaq bu vaxt yox, biraz erkən. Bu il ərzəndir. Yamaçda bəlkə 50-yə qədər kol görürəm. Bəziləri balaca, bəziləri kom. O balacalar da nə vaxtsa komlaşar. Uzun bir qələmə ağacını gördüm, uzanıb elə bildim ki, ilandır, ilana da bənzəyir. İlan dedim, ilan çıxdı qabağıma. Girdi daşın dibinə. İndi mənə deyəcək, əcəlinə susama. İri bir ilan da nətər sığdı bu daşın dibinə. Yəqin orada yuvası var imiş. Evet, bunları heç görməmişdim. Arı pətəkləri gətirib qoyurlar bura. İlandan ehtiyatlı olun burada. Yaxşı yerdədir, axarlı baxarlı, ancaq bunlara baxmaq çətin olur. Başa papaq taxasan, girib burada durasan, baş gicəllənə yıxılarsan. Əvvəl dağlara səbət aparıb qoyurdular, söyüddən, başqa yumuşaq şivlərdən toxunmuş səbətə qatırdılar arıları, səbət arıları. Bunlar yeşil olsa orada eynilə səbət arısı kimi bir şeydir. İndi neyniyim, gözlüyüm ilan buradan çıxsın, quş daşının düz altından. Səhər-səhər çıxıb burada günəşlənir. Qərb tərəfdə hava bürküdür. İlanlı dağ görsənir, ancaq Ağrı dağı bürkü altında qalıb, düz bu istiqamətdədir.
Yerin bilirəm. İki təpənin arasından hava aydın olanda görsənir. Çıx görüm hara girdim. Ha, oraya baxır. Ha, Allah. Görüm şəklindən çəkə biləcəm. Bir dənə də şəkli. Baxır elə bil ki, ağac gövdəsidir, gözdədir. Gözəl. Çıx da eşiyə. Çıx, qorxma. Mən səndən qorxuram. Gözlərinə bax, necə masum baxır. Donubdur. Timsah kimi donub baxır. Belə olur ki. Ha, yox, səsimi eşitdi. Yəqin ki, havadan titreşimi doydu. Biraz geri çəkildi. Görür o tarafta yoğun ilandır. İlan başı balaca olur. Hücum eləyəndə genişlənir çənəsi. Bir də oğlum utmağa çalışanda. Qorxmursan, hə? Bilirsən ki, güvəndəsən, hə? O tərəfə çıxmaq istəyirəm. Bam, bam, bam. Getdi onu deyirsən? Yox, getdi, buruldu, başını o tərəfə çəkdi. Qarnı da genişlənir, qarnında qurbağa var, yumurta var, nə var? Çıx! Çıxdı deyəsən. Hoppa! Vay, nə uçur, Nə bəs süzür, gürzə belə bəs getməz. Daha buradan çıxmaz. Daşın çatı burada böyükdür. Yaxşı alamasına sonra görüşərik. Bildim də buralar doğrusun. Adresi bildim. Ağlı yoxdur, hücum çəkib sanca məni. Neyə biləcəm İlan qarşısında? Səhər-səhər qarşıma ilan çıxdı. Görək günümüz necə keçəcək. İlan uğurlu heyvan olmalıdır, uğur gətirər. Elə insanlar var ki, onlar çıxmasın. Səhər-səhər qarşına çıxsın, nə də ondan birlikdə nə işləyib, nə də ömür sürəsən. İlanla yola getmək olar. Çəngəllər böyüdü, qartlaşdı. Soyuq oldu, ot yaxşı inkişaf eləmədi. Lalələr nə boyda qalxıb. Hələ aşmayıblar, dağ laləsi. Evlər yıxan lalə. Nə boyda gələ bir həyətdə bitə. Günahkarı sən olarsan. Bir adam sarı paltar geyəndə deyirlər çölə getmir, sənə cücü basacaq. Yəqin bu cücülərdir. Sarı çiçəklərin başına dolanıblar, doğuşublar. Səhər-səhər erkən gəlmişəm, qalıb evdə iş görməkdən gəlib yolda video çəkirəm. Günlər çox uzanıb, saat 5-dən qalxırıq. İştah ki, saat 8 olacaq. Bu istiqamətdə görünən biz kəndidir, bəzi izlədicilərimiz tanımış olar, bir at bağlayıblar bura. Yəqin ki, kimsə gəlib
Otdan ələfdən yıxsan, atı da bura cidarlayıb. Boynunda ipi var. Bir maşın da o biri yol ayrıcımında dayanıb, biri atla gəlib, biri maşınla. Hələ dağlar yaşıllı, yaşıllığın bir ay müddətində də saxlayacaq. Şaquli zonallıq var. Eyni ərazi bir-birindən o qədər də məsafəsi yoxdur. Azza kəndi ilə Nəsirvaz kəndi arasında 40 kilometr məsafə var, ancaq orada yaz gələndən bir ay sonra, bəlkə də ay yarım sonra Nəsirvaz kəndinə gəlir. Bildiyimə görə bu termin vertikal şaquli zonallı adlanır. Və yaxud landşaft da deyə bilərikmi? Ətraf sarı çiçəklərə qonan düzülərlə qaynayır. Traktor dünən Nəsirvaz kəndinə gedirdi. Yolda qalmışdı. Bir sınıq savxaq traktor var. Ona da dəstək olmurlar. Ehtiyat hissəsi yanacaq. Biz də yoldan izdən gileylənirik. İri buynuzlar üzərlərini götürmür. Heç bir səlahiyyəti olmayanlar bizdən küsür ki, bəs niyə yol haqqında fikir söyləyirsən? Sən ağa, mən ağa, inəkləri kim sahib yox. Qoy bir iki nəfərin çörək pulu qazanması üçün 1000 nəfər əziyyət çəksin. 1000 maşın xarab olsun. 1000 nəfər işə yubansın. Heç yüz o tərəfə getmək istəmirəm. Həvəsim qalmayıb. Sağ olun, hörmətli izləyicilər. Məcburəm dağlara tərəf gedirəm. Növbəti videolarda görüşərik. Salamat qalın.